Ölkəmizin hər yerində olduğu kimi Abşeron rayonunda da sahibkarlıq inkişaf etdirilir. Belə ki, ölkə prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafı sayəsində müəyyənləşdirdiyi strategiyanın uğurla həyata keçirilməsi də buna bariz nümunədir. Ümumiyyətlə, son vaxtlar Abşeron rayonunda, xüsusən Xırdalan şəhərində aparılan abadlıq və quruculuq işlərində sahibkarlar da yaxından iştirak edir. Buna misal olaraq Xırdalan şəhərində yeni istifadəyə verilmiş Esko kişi geyimləri mağazasını göstərmək olar. Sahibkar Fərid Kərimov deyir ki, ölkədə bazar iqtisadiyyatına keçidlə bağlı ilkin təcrübə göstərdi ki, Xırdalan şəhərində sahibkarlığın, özəl sektorun inkişafına normal şərait yaradılıb. Bildiyimiz kimi Azərbaycanın hər bir yerində sahibkarlıq inkişaf edir. Təbii ki, dövlət başçımızın dəstəyi ilə Abşeron rayonunda da bizim yerləşdiyimiz yerdə Xırdalan şəhərində də sahibkarlıq yüksək dərəcədə inkişaf edir. Və təbii ki, bununla bağlı Abşeron rayon icra başçısına da təşəkkürümüzü bildiririk. Çünki onun da çox böyük dəstəyi olub bizə. Və bunu bildiyimiz kimi də qarşıdan Abşeronun 50 illik yubileyi gəlir. Bu münasibətlə sahibkarlar adından bütün Abşeron rayonunun cəmaatını təbrik edirik. Sahibkar həmçinin onu da bildirdi ki, rayonumuzun davamlı inkişafını təmin edəcək yeni iqtisadi siyasətin həyata keçirilməsində yaxından iştirak etməyə çalışırıq. Məhz Xırdalan şəhərində aparılan abadlıq və quruculuq işlərinin geniş vüsət alması təbii ki, rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun diqqəti və qayğısı sayəsində təvəllüd tapıb. Qeyd edək ki, son vaxtlar dövlət rəhbərinin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət hesabına şəhərdə özəl sektor yeni inkişaf mərhələsinə qədəm qoyub, sahibkarlığın inkişafına diqqət artırılıb. Aygül Salmanova, Nizami Rəsulov, Kamil Quliyev, Dünya TV.